Şamaxıda Xocalı soyqırımının 33-cü il dönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri soyqırım abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzüb. Və faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Xocalı soyqırımının 33-cü il dönümü ilə əlaqədar keçirilən tədbirin rəsmi hissəsində çıxış edən Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilən ən qanlı soyqırımlardan biri olduğunu bildirib və bu hadisənin baş vermə səbəblərindən, həmçinin tarixi qaynaqlarından geniş söhbət açıb.